Üçbucaqlı prizma çəkək. Bugünkü videomuzda prizmanın fəza cisimlərini video izahını verəcəm. Prizma nə deməkdir? Prizma iki paralel və bərabər çoxbucaqlıdan ibarət və onları birləşdirən paralelogramdan ibarət olan bir fəza fiquruna deyilir. Paralel üzlərə onun prizmanın oturacaqları deyilir. Hər prizmanın iki dənə oturcağı olur bu arada. Prizma bu formada. Gəlin bir dənə prizma çəkim. Üçbucaqlı prizma çəkim. Buna üçbucaqlı prizma deyirlər. Yalnız prizma demir. Bilmirəm buradan mouse'la nə qədər çəkə bilərəm. Mouse'la notebookda adi düzbucaqlını belə güclə çəkmək olur. Prizma belə bir şey olur. Oturacaqları yuxarı və aşağı hissədə bu üçbucaqlar bir-birinə paraleldir. Bu arxa hissədə isə belə qırıq xəttlər çəkilgən arxa hissədə bu tipdir. Amma bu üçbucağı ilə birləşir də belə. Belə bir fiqurdur. Fəza cismidir. İndi bu bizim prizmamızdır. Deyirik ki, iki paralel və bərabər çoxbucaqlıda onları birləşdirən paralelogramdan ibarət olan fəza cisminə prizma deyilir. Prizmanın paralel üzlərinə onun oturacaqları verir. Baxın, paralel üzləri onun oturacaqlarıdır. Hər prizmanın iki dənə oturacağı var. Oturacağı birləşdirən, baxın, oturacağı birləşdirən xətləri görürsünüz bunları. Oturacağı birləşdirən paralelograma isə yan üzləri deyilir. Bu prizmanın yuxarı hissəsi, bu üçbucaq hissəsi və bu aşağı hissəsi bunun oturacaqlarıdır. Yaxud da dediyim kimi, hər prizmada iki dənə oturacağımız olur. Bu birləşdirənlər isə yan tərəfdə olanlar var. Onlar bizim yan üzlərimizdir. Bu parçalar isə, baxın, bu yan tərəfləri birləşdirən xətlər, bu parçalar isə yan tillər adlanır. Yan tillər. Prizmanın yan tilləri bir-birinə bərabər olur. Daha sonra buradan yaza biləcəyimiz düsturlar. Ümumiyyətcə, bir dənə en bucaqlı prizmada oturacaqların sayı 2 olur. 2 oturacaqların sayıdır. Yan üzlərin sayı n olur. Yan tillərin sayı n olur. Düstura əsasən verirəm. Sizin misallarda işlədəcəyik bu düsturları. Üzlər n plus 2. Bu n yan üstü. Yan üst. Bir yan til. Eyni şeydi zaten. Her ikisi n ama yani. Yan üst. Yan til. Bu normal üz. En plus 2 üzlər axtaran zaman tapırıq. Daha sonra 2n var. Təpən. Təpən axtaran zaman bu düsturdan istifadə edirik. Tillər isə 3n'dir. Til isə 3n. Birinci neydi? Oturacaq. 2 isə oturacaq. Bu bilməli olduğunuz sadəcə dedim ki, mouse'la burada yazmaq olmur. Bilməli olduğunuz əsas olan qeydlərdir. Nəyə nə zaman tapacaqsa bu düsturlardan istifadə edəcəyik. Üçbucaqlı prizma sol tərəfdə şəklini çəkmişəm. Bu bizim yuxarıda qalan hissəmiz üst oturacaqdır. Baxın, bu üçbucaq bizim üst oturacağımızdır. Bu aşağı hissədə qalan üçbucaq bizim alt oturacağımızdır. Burada bu hissələrə baxın. Bu nöqtələr var. Bu nöqtələr bizim təpə nöqtəmiz adlanır. Bu təpə nöqtəsidir. Bu yan tərəfdə qalan hissə. Bu hissələr, baxın bura. Buraları deyirəm. Bu bizim yan üzümüzdür. Daha sonra bu isə hündürlüyümüzdür. Bunu bilməliyik. Üçbucaqlı prizma haqqında bilməli olduqlarımız bunlardır. Bir də üçbucaqlı prizmanın açılış forması var. Üçbucaqlı prizmanın açılış formasını çalışacağım buradan çəkeyim. Bu formada bir düzbucaqlı olmalıdır. Orta hissəsi sadəcə ölçüləri tam mükəmməl olmaya bilər. Tipi də tam mükəmməl olmaya bilər. Amma ümumi bu formada olur. Belə. Bu üçbucaqlı prizmanın açılmış formasıdır. Açıq formasındadır. Burada biz bir-birinə bərabər olan hissələr tapmalıyıq. Bayaqki yazdıqlarımı burada istifadə edəcəyik indi. Məsəl üçün, bizə deyir ki, hara ilə hara bir-birinə bərabərdir. Baxın, bura A-dırsa, burada A-dır. Məsəl üçün, bura B-dirsə, burada B-dir. Daha sonra, bura S-dirsə, burada S-dir, qarşı tərəfi də S-dir. Bura D-dirsə, qarşı tərəfi də D-dir. Bura A ilə B yazmışam, aşağı tərəfdə hökmən A ilə B olmalıdır. Bura A-dırsa, burada B-dir. Buralar, baxın, D-dirsə, yan tərəflərdə qarşı-qarşı olan hissələr eynidir. Buralar da D-dir. Yəni, bir-birinə bərabərdir. 2 versə orada 2-dir, 3 versə orada 2-dir. D-ləri deməmin məqsədi odur.
Daha sonra ne deyə bilərik burada? Bizdə var, hamısının düsturları fərqlidir bu arada. Hamısından fərqli istifadə edirik. Məsələn, bizdə burada açılmış formasında desək ki, oturacaq neçə dənədir? Burada oturacaq neçə dənədir? 2 dənədir. Desək ki, neçə üzdən ibarətdir? Neçə üzdən ibarətdir? N plus 2 düsturu ilə tapmırıq üzləri. Deyirik ki, N plus 2 düsturu ilə tapılır n-lər. Neçə dənə üzü var? 3 dənə üzü var. Ona görə deyirik 3 üstə gəlməsinin 2 bərabərdir 5-ə. Bərabərdir 5-ə. Neçə dənə tili var? Tilləri tapmaq üçün nə edirəm? 3-ə vururduq, düzdürmü? Til 3-ə idi. 3-ü vuracaq 3-ə deyəcək 9-a bərabərdir. Neçə dənə məsəl üçün deyir ki, təpə nöqtəsi var. Təpə nöqtəsi düstur nə idi? 2 idi. 2-ni vuracaq 3-ə deyəcək 6 dənə. Oturacağı çoxbucaqlı. Yan üzləri oturacaq, təpəli üçbucaqlardan ibarət olan fəza fiquruna piramida deyilir. Piramidanın oturacağı olur sadəcə birdən. Bayaq ki, prizmadakı kimi 2 dənə oturacaqdan ibarət olmur. Piramidanın yuxarısı 3 bucaq kimi gəlir, aşağısı düz 4 bucaq olur. O aşağı 4 bucaq hissəsi piramidanın oturacağıdır və piramidada yalnız bir dənə oturacaq olur. Piramidanın oturucundakı təpələrin sayı bərabərdir. Piramidanın oturacağı həm də bilirsiniz necə olur? Piramidanın oturacağındakı təpələrin sayı ilə adlanır. Məsəl üçün, bir dənə piramida verilsin bizə. Bu piramidada en bucaqlı piramidadır bu arada. Oturacaqların sayı 1-dir. Ümumi oturacaqlarımız 1 dənədir. Bayaq prizmada deyirdik 2 dənədir. Burada xeyr, 1 dənədir. Yan üzümüzün düsturu yazıram. Yan üzün düsturu nəyə bərabərdir? N-ə bərabərdir. Ümumi üzlərin sayı n plus 1 düsturu ilə tapırıq. Daha sonra tillərin sayı var. Tillərin sayı. Til 2-nin düsturudur. Təpələrin sayı n plus 1-dir. Üzdəkilər kimidir. Bir saniyə, burada qaralama düşdü. N plus 1-dir. Üzlərinin eynidir. Bir də yan tilimiz var. Yan til. YT yazıram belə. Yan til isə n düsturu ilə tapılır. Bu piramidada əsas bilməli olduğunuz qeydlərdir. Nəyi necə tapacağımız. Daha sonra kub. Kub ümumiyyətcə bilirik ki, kvadrat kimi hər tərəfi A olur. Hər tərəfi bir-birinə bərabər olur. Kubda 2 dənə oturacaq olur. Üst oturacaq, alt oturacaq. Bu formada olur. Çalışım çəkməyə. Düzü dediyim kimi bu mouse'la biraz çətin məsələdir. Planşet olan zaman qələmlə rahat olur, amma mouse'la bir o qədər də rahat olmur. Kub bu formada bir şey olur. Belə bir şey. Bu yuxarı hissə bizim üst oturacağımız, bu aşağı hissə alt oturacağımız, fiqurumuzun alt oturacağı. Bu hissə bizim hündürlüyümüz. Bu düym olan nöqtələr təpə nöqtələridir. Bu yan hissələrsə, baxın, bu gördüyünüz 4 bucaqsa yan hissələrdir, bir kubdur. Burada hər tərəf bir-birinə bərabər. Yəni, bura A-dırsa, burada A-dır, burada A-dır, burada A-dır. Hamısı bir-birinə bərabərdir. Hər tərəf A-dır, aşağılar da A-dır. Bu isə bizim kubumuzdur. Bir də kubun açılışı var. Kubun açılışı zamanı, məsələn, bir dənə kub verilsə, ümumi A-ları düzəltsiniz. Kubların açılışı zamanı, bunu məntiq dərslərində keçirik biz. Kubların açılışı zamanı düzgün yazılışı, ədədlərin düzgün tam yerinə oturtmaq falan, bunları məntiq dərslərində keçirik biz. Bu formada bir şey olur. Bu figura ilişdi, bu burasını yerləşdirə bilmədim. Belə bir şey. Belə açılır bu kub. Burada hər tərəf A-dır. Baxın, burada A-dır, burada A-dır. Bunların hamısı A-dır. Ümumiyyətlə neçədən oturacaq sayılarda bayaq da dedik. 2 dənə. Bu bayaq yazdığımız piramidaya aiddir. Buna aidiyyatı yoxdur. İndi burada biz kublara aid yazırıq nədir? Oturacaqlarının sayı 2-dir. Oturacaq 2 dənədir. Oturacaqların sayı 2-dir. Yan üzlərin sayı 4-dür. Baxın, 1, 2, qarşı tərəf, bir arxa tərəf. Yan üzlərin sayı neçə dənədir? Yan üz 4 dənədir.
Üst sayı nə qədərdir? Yuxarı ilə aşağı üzləri sayanda ümumi deyirik ki, yan üz yox. Ümumi üzləri soruşanda deyirik 4 dənə yan üz var, bir dənə yuxarıdan aşağı 6 dənə üzümüz var. Təpə nöqtələrin sayı nə qədərdir? 1, 2, 3, 4 yuxarıda, 4 dənə də aşağıda. Təpə nöqtəsi 4 dənə yuxarıda, 4 dənə aşağıda 8 dənə eləyir. Tillərin sayı, tillər baxın bu xəttlərdir. Bu xəttlərin sayı nə qədərdir? Tillər 8 dənə. Yox, til 8 olmaz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 12 dənədir. Tillərin sayı 12 dənə olur. Ümumi buradan düsturlar tapa bilərik. Yan tərəfin sahə düsturu tapa bilərik. Deyərik ki, 4a-nın kvadratına bərabərdir. S ümumini tapa bilərik. Yəni bütöv tamı tapa bilərik. Deyərik ki, S tamı bərabərdir 6a-nın kvadratına. S yəni yan sahəsinin kvadratı bərabər 4a-nın kvadratının sahəni tapırıq. Yanların sahəsini. S tam da var. Burada isə 6a-nın kvadratına bərabərdir. Baxın, ümumi bir şey də bilməliyik ki, ən əsası perimetr isə 12a-dır. Yəni, P də bərabərdir 12a. Ümumi tillərin sayının cəminə bərabər. Yəni, bütün tilləri toplayırıq. Baxın, 12 dənə til var. Bütün tillərin cəmini, ya da bir tili götürüb 12-yə vurarsan. Bunun perimetrini alırıq biz artıq. Baxaq üçbucaqlı piramidaya. Üçbucaqlı piramidanın ümumi forması bu formada olur. Yəni əyri-üyrü çəkdiyimə baxmayın. Normaldır bu kitablarda. Bu isə ikinci şəkildəki isə üçbucaqlı piramidanın açılmış formasıdır. Burada deyirik ki, bu bizim təpə nöqtələrimizdir. Bir qeyd elədiyimiz kimi bu bizim təpə nöqtələrimizdir. Və buradan da görürük ki, təpə nöqtələrimizin sayı nəyə bərabərdir? 4-ə bərabərdir. Təpə nöqtələrin sayı 4'e bərabərdir. Daha sonra deyirik ki, yan üzlər var. Yan üzlər neçə dənədir? 1 dənə, 2 dənə, 3 dənə. Yan üzlərimizin sayı 3 dənədir. Yan üzlərin sayı 3 dənə olur. Yan tillərin sayı, yığıtı yazıram. Yan tillərin sayı. Yan tillərin sayı da eyni qaydada 1, 2, 3 dənə olur. 1, 2, 3. Yan tillərin sayı 3 dənədir. Ümumi tillərin sayını tapan zaman artıq 2-yə vururuq. 2 vurulsun 3 edir 6 dənə. Ümumi tillərimizin sayı 6 dənədir. Vurmağı yaddan çıxarsanız buradan tapa bilərsiniz. 1 dənə, 2 dənə, 3 dənə. Bir də bunlar var. 1, 2, bir də 3. 6 dənə yan tilimiz var. 2 vurulsun 3 ilə tapılır. Bu isə açılış formasıdır. Burada baxın, bu tərəflə, bu deyilən, bu hər ikisini deyilən işarə edirəm. Bir-birinə bərabərdir. Burada onlara bərabərdir. Burada D-dir, burada D-dir. Bu hissələrin hamısı bir-birinə bərabərdir. De yazdığımızda, yəni bura 2-dirsə, burada 2-dir. Burada hər tərəfi 2-dir. Orta hissədə isə bunlar fərqli olur. C, A, B formasında yazıram ki, yəni bunlar da bir-birindən fərqli ola bilər. Hökmən bunlar bərabər olacaq deyə bir şey yoxdur.
Bir nümunə misala baxaq. Məsələn, bizə deyilsə ki, düzbucaqlı paralelipipedin eni 5 sm, hündürlüyü isə eni 5 sm, en bərabərdir 5 sm, hündürlüyü isə 8 sm-dir. Tam səthinin sahəsi 262-dir. Tam səthinin sahəsi S tam bərabərdir 262. Formada bir misal verilib. 262 santimetrin kvadratı. Bizə deyir uzunluğunu tap. Uzunluq bərabərdir suala. Necə həll edirik? Ümumiyyətcə biologiya düsturumuzdan istifadə edə bilərik. Düzbucaqlı paralelipipedin uzunluğunu x kimi qeyd etsək, yəni artıq uzunluğu hər dəfə o uzunluq yazmayacaq, x ilə qeyd edirik. Buradan x tapacaq, yəni uzunluğu tapmış olacağıq. S tamın düsturu nəyə bərabərdir? S tam bərabərdir 2AB üstə gəlinsin 2S vurulsun A üstə gəlinsin B. Formada yazdıq düsturumuzu. İndi aparıb yerlərinə yazırıq. Yazırıq buradan 2 vurulsun. N'nin yerinə A n'dir, B uzunluqdur. N'nin yerinə 5 yazırıq. Uzunluğunun yerinə x. Üstə gəlinsin. 2 vurulsun. S də bizim hündürlüyümüzdür. 2 vurulsun 8 vurulsun. 5 üstə gəlinsin x. Vurulsun. 5 üstə gəlinsin x. Bu formada yazdım. Bərabər nəyə? 262. Şimdi bunu vurup açacağıq. Buradan 2 dəfə 5'in eləyir 10x. Üstə gəlinsin. Bura 16'da 16'nı vurup mötərizəyə açarım. 16'nı 5'ə vuranda 80. Üstə gəlinsin 16x. Bərabərdir nəyə? 262'ye. 10x'dən 16x toplayın eləyir 26x. Bu da bərabərdir. 80 digər tərəfə çıxma ilə gedir. 262'dən 80 çıxanda qalır 182. X də bərabərdir 182 26'ya bölürük. Alır 7. Cevabımız x bərabərdir 7. Yəni uzunluğumuz 7'ye bərabərdir. Başqa bir dənə nümunə misala baxaq. Məsələn, bizə deyir ki, tillərin uzunluqları cəmi 48 metr olan kubun tam səthinin sahəsini tapın. Ümumi tillərinin cəmi 48 metrdir. Yəni, ümumi tillərin cəmi 48 isə tillərin düsturu nəyə bərabər idi? 12 n-ə, düzdürmü? Deməli, 12 n-i bərabər eləyərəm 48-ə. N oradan taparım 4. Buradan elimiz bərabər imiş. Yəni tilimizin biri A bərabər imiş. 48'i bölürəm 12'ye. Çünki til düsturum məndə 12 idi. 12'ye bölürəm. Tapıram 4. Yəni A bərabərdir 4'ə. Daha sonra təm səthinin sahəsində S tam nəyə bərabər idi? 6 kvadratına. Da bərabərdir. 6 vurulsun. 4'ün kvadratı neçə eləyir? 16. O da bərabərdir. 6'nı 16'ya vuran eləyir 96. Deməli, tam səthinin sahəsi nə qədər imiş? 96 imiş. 96 metrin kvadratı. Başqa bir nümunəyə baxsaq, məsəl üçün bizə deyir ki, hündürlüyü 4 sm olan düzbucaqlı verilib. Bu düzbucaqlı paralelipipedin uzunluğu enindən 2 dəfə çoxdur. Bütün tillərin uzunluqları cəmi 52'dir. Düzbucaqlı paralelipipedin yan səthinin sahəsi, yəni S yan nəyə bərabərdir? Ümumi dənə verilənlərə baxaq. Düzbucaqlı paralelipipedin bütün tillərinin cəmini necə tapacağıq? Bütün tillərinin sayı düzbucaqlı paralelipipeddə 4 vurulsun, A üstə gəlib, üstə gəlinsin, S düsturu ilə tapılır. Bu düsturdan tapırıq. Burada bizə n verməyib, deyir ki, n x-dir. N x. Uzunluğu ise 2x. Axı şərtdə bizə demişdi ki, uzunluq 2 dəfə böyükdür. Uzunluğu ise 2x-dir. İndi nə edəcək? Hündürlüyünü də vermişdi bizə 4 sm. Onu da qeyd edək. Hündürlük də bərabərdir 4 sm. Aparıb yerlərinə yazacağıq. A endir, B uzunluqdur, C isə hündürlükdür. Aparıb yerlərinə yazaq, bərabər eləyəcək 52'ye. 4 vurulsun.
X üstəgəlinsi cx üstəgəlinsi 4 bərabərdir nəyə? 52-yə. Heç bunu vurmadan promoya 52-ni bölə bilərik. Mötərizənin üstü içə eləyəcək. 3x üstəgəlinsi 4 bərabərdir. 52-ni qarşıdakı 4-ə vuracam. Heç mötərizəni vurub açmayacam. O da eləyəcək 13. 3x bərabərdir. 4 digər tərəfə çıxmayla gedir. 13-dən 4 çıxanda qalır 9. X də bərabərdir nəyə? 9-u 3-ə böləcəm 3. Deməli mənim uzunluğum eni 3-müş, uzunluğum 6-ymış. Bunu bildik. X-i tapma səbəbimiz buydu. İndi nə edirəm? Hündürlüyümü də verib 4. Hündürlük heç nə dəyişmədi. Olduğu kimi qaldı. Yan səthin sahəsini istəyir. S yan bərabərdir. S yanın sahəsinin düstur nəyə bərabərdir? 2S vurulsun. A üstə gəlinsin B-yə. A üstə gəlinsin B-yə tapıram. Bu da bərabərdir. S hündürlükdür. 2 vurulsun 4. Hündürlüyümüz 4 verilir baxın. Mötərizə içərisində A üstə gəlinsin B. Yəni 6 üstə gəlinsin 3. 3 üstə gəlinsin 6-ya. 2 dəfə 4-ün 8, 3-ünün də 6-ını toplayanda 9 eləyir. 8 dəfə də 9-un 72. Ümumi yan səthin sahəsi nəyə bərabərdir? 72 santimetrin kvadratına. Düzbucaqlının bir tərəfi ətrafında fırlanmasından alınan fəza fiquruna silindir deyilir. Baxın, bir tərəfindən ətrafında fırlanıb. Düzbucaqlının bir tərəfi ətrafında fırlanmasından alınan fiqura silindir deyilir. Məsələn, bir dənə bu formada düzbucaqlı verilir. Bura bir tərəfi baxın. Bunu tam çəkə bilməyəcəm burada. 100% buna əminəm. Baxın, bu forması belə olur. Bu hissələri belə olur. Tam ətrafında fırladı. Yəni, bax, bu hissəsi də belə. Tam silindirə oxşamayacaq. Dediyim kimi, mouse'la çəkmək qeyri-mümkündür bunu. Bu formada olur. Bu bizim orta nöqtəmizdir. Burada da bir dənə aşağıda orta nöqtəmiz var. Belə bir xətt çəkirəm. İndi nə olduğunu deyəcəm. Düzbucaqlının bir tərəfi ətrafında fırlanmasından alınan fəza fiquruna silindir deyilir. Bu bizim yuxarı tərəfimiz bizim üst oturacağımızdır. Aşağı tərəf isə bizim alt oturacağımızdır. Bu hissə baxın. Buradan nöqtə vuran vaxt qoyduq. Burada bir dənə xətt yarandı. Bu nədir bizim? Alt oturacağın radiusudur. Bu yuxarıda mərkəzi nöqtəmizdə bizim oturacaq mərkəzi adlanır. Bu aşağı nöqtədə bizim oturacağımızın mərkəzidir. Baxın, tam nöqtədə mərkəzdə yerləşir. Oturacaqların mərkəzidir. Bu tərəflər bizim yan üzlərimizdir. Bu bizim hündürlüyümüzdür. Daha sonra burada bilməli olduğumuz, bu da əsas radiusuydu. Bunu da bilməlisiniz. Bilməli olduğumuz başqa bir şey yoxdur burada. Bura aid düsturlar verəcəm. Silindirin açılışına aid düsturlar. Silindirin yan səthinin sahəsi nəyə bərabərdir? S yan bərabərdir. 2 pi vurulsun h-a. 2 pi vurulsun h. Bu düsturun hesablanır. S tam nəyə bərabərdir? Tam səthinin sahəsi bərabərdir. S yan, yəni yanı tapırıq. Daha sonra üzərinə 2 S oturacaq gəlirik. Oturacaq. Oturacağın sahəsini vururuq ki, üzərinə gəlirik. Həcmini necə tapıram? Həcm V hərfindən işarə olunur. S oturacaq. Vurulsun H. Və bu düsturu belə yaza bilərik. Pi r kvadratı H. Pi r kvadratı H. Bu isə bizim silindirdə bilməli olduğumuz vacib düsturlardan biridir. Nümunə bir dənə misala baxaq. Ölçüləri 8 sm, 3 sm və 9 sm olan düzbucaqlı paralelipipedin həcmi kubun həcminə bərabərdir. Bu kubun tam səthinin sahəsi neçə santimetr kvadratı olar? Ümumiyyətcə, düzbucaqlı paralelipipedin birinci tez həcm düsturunu yazaq. Söhbət çünki həcmdən gedir. Və bərabərdir A vurulsun. B vurulsun Z. Düsturumuzu yazdıq. İndi bizə nə deyirdi? 8, 3 və 9. Yəni A-nın, B-nin, C-nin yerinə 8, 3 və 9-u yazdıq. Bunu da vuranda 8 dəfə 3-ün 24, 24-ü 9-a vuranda 216. 216-nı yazdıq. Səliqəli yazım. 216. 216-nı tapdıq. Kubun həcm düsturu nədir? Kubun həcm düsturu V bərabər deyir. Axı bir-birinə bərabərdir. Paralelipipedin həcm düsturu deyir, paralelipipedin həcmi kubun həcminə bərabərdir. Yəni buradan tapdıq 216. İndi kubunu tapmalıyıq, giriş eləməliyik. V bərabərdir x-in kubunu. İndi biz bunları bərabərləşdirəcəyik. Deyəcəyik ki, x-in kubu bərabərdir nəyə? 216-ya. Nəyin kubu 216 ilə? 6.
6 dəfə 6'ın 36, 36'ın da 6'ya vuranda edir 216. Deməli biz burada nəyi tapmışıq? Tam cavabı qaçıb 6 götürmürük. Biz kubun tilinin uzunluğunu tapmışıq. Bir tilinin uzunluğu 6'ya bərabər imiş. Kubun tam səthinin sahəsini istəyir məndən. Kubun tam səthinin sahəsi S bərabərdir 6A kvadrat üstünlüğündən tapılır. Bu da bərabərdir. 6 vurulsun A'nın kvadratı, yəni 6'nın kvadratı 36 edir. Bu da mənə verəcək 216. Sadəcə rəqəm bənzəməsidir. Həmişə buradakı rəqəmdən eyni olmayacaq. Qaçıb bunları vurub almağa çalışmayın. İlkin cavabım nə olacaq? 216. Başqa bir dənə nümunə suala baxaq. Məsələn, bizə desə ki, eni 4, uzunluğu 6 olan düzbucaqlının uzunluğu ətrafında fırlanmasına bax. Fırlanıb, yəni bizdə artıq nə alınıb? Silindr alınıb. Fiqurun OX kəsiyinin, OX kəsiyinin, yəni OX kəsiyinin sahəsini tapın. Bizdən OX kəsiyinin sahəsini istəyir. Bunu demədi silindr. Bizə sadəcə dedi ki, düzbucaqlı uzunluğun ətrafında fırlanmasından alınan fiqur. Yəni söhbət silindrdən gedir. OX kəsiyinin sahəsini istəyir. Ümumiyyətcə, düzbucaqlı uzunluğu ətrafında fırlanmasının radiusu 4'tür. Bizə enini verib 4. O bizim radiusumuzdur. Radiusu 4. Hündürlüyü isə düzbucaqlının uzunluğuna bərabər olur. Uzunluğu da 6 idi. Deməli, bizim radiusumuz enimiz oldu. Enimiz bərabər olur radiusa. Uzunluğumuz bərabər olur hündürlüyə. Eni neçə vermişdi? Yəni radiusumuz neçədir? 4. Hündürlüyümüz, yəni uzunluğumuz neçədir? Şərtdə demişdim. 6'ya bərabərdir. İndi burada necə tapırıq? Bizə sadəcə deyir ki, o x-də alınan düzbucaqlının şeyini tapın. Tam səthinin sahəsini tapın. Nəyə bərabərdir? 8 vurulsun 6'ya. 8'i hardan tapdım? Çünki radiusumuz 4'dür axı. Bu isə radiusdursa, burada da bir dənə də radius var axı. 2 dənə radiusu erir. Deməli, 4 ilə 4'ü toplayıram 8. Vuraram hündürlüyə, yəni 6'ya. O da bərabər eləyir 48. İkinci cavabımız olar 48. Başqa nümunəyə baxaq, bir dənə nümunəyə baxaq. Kubun səthinin sahəsi 150 metrin kvadratıdır. Kubun səthinin sahəsi 150 metr kvadratıdır. Onun bir üzünün perimetri neçə metrdir? Bir üzünün perimetrini istəyir. Kubun birinci 150 verib mənə tam səthinin sahəsi S verib 150. Birinci hələ bir kubun sahə düsturunu yazaq. S bərabərdir 6A'nın kvadratına. S də verir, baxın mənə 150. Deməli 6A'nın kvadratı bərabərdir nəyə? 150'ye. A kvadratı bərabərdir. 150'ni 6'ya bölərəm. 150'ni 6'ya bölən düşür 25. A da bərabərdir. 25 nəyin kvadratıdır? 5'in kvadratı. 5'e 5'e vursam 25 olar. A'nı tapdım 5. Mənə deyir ki, perimetrini tap. Bir yan üzünün, bir üzünün perimetri nəyə bərabərdir? P də bərabərdir nəyə? Düsturumuzda. 4 A'ya. Bu da bərabərdir. 4 vurulsun. A'nın yerinə 5 yazıram. 4 dəfə 5, o da eləyəcək 20. Cavabımız olur, ilkin cavabımız 20. 20 metrə bərabərdir. Video bu qədər. Fərqli vəsaitlərdə buna aid suallar çoxdur. Hər birinin izah videosunu hazırlayıb paylaşacağım.